Herkese salam. Bizim bugünkü dərsimiz Qaragözün macərası mövzusudur. Gəlin vaxt itirmədən mətnimizi oxuyaq və tapşırıqları həll edək. Qaragöz yuvanı tərk edir. Qaragöz yuvada tək idi. Yuxarıdan ağacın altında oynayan dovşanlara baxırdı. O da düşüb oynamaq istədi. Amma anasının sözlərini xatırlayıb ah çəkdi. Sonra yerdəki qozaları görüb öz-özünə dedi. Gedim yuvaya qoza daşıyım. Onda anam heç nə deməz. Bəlkə də məni tərifləyər. Qaragöz yuvadan enmək istəyəndə sürüşdü. Yumbalana-yumbalana ağacdan xeyli aralandı. Bir çötüyə ilişib dayandı. Ayağı qalxıb ufuldadı. Elə bu vaxt gördü ki, ayı gəlir. Tez çötüyün arxasında gizləndi. Ayının əlində küp var idi. O küpü bir kolun arasına qoyub öz-özünə dedi. Burada küpümü heç kim tapmaz. Balalarımı gətirim doyunca yesinlər. Bunu deyib ayı oradan uzaqlaşdı. Qaragöz çötüyün arxasından çıxdı. Öz-özünə düşündü. Görəsən bu küpün içində nə var? O pəncələri ilə küpün qulpundan yapışdı. Onun içinə baxmaq istədi. Bu zaman küp açdı və içindəki bal yerə dağıldı. Mətnə çəkilmiş şəkil olmasaydı, Qaragözün sincab olduğunu necə müəyyən edərdiniz? Mətndə deyir ki, Qaragöz ağacda yaşayır və qozanın arxasıca getdiyini deyir. Qoza yığmaq istədiyini deyir. Sincablar da qozaları çox sevir və ağacda yaşayırlar. Buradan müəyyən eləmək olardı. Qaragöz hansı səhv hərəkətlərə yol verdi? Sizcə onun bu hərəkətləri nə ilə nəticələnəcək? Qaragöz ilk öncə anasının sözündən çıxır. Anası onun yuvasında qalmasını istəyir, lakin o çıxır qoza yığmağa. Daha sonra ayının küpünü dağıdır, ayının küpünü aşırır və onun içindəki balı dağıdır. Onun bu hərəkətləri nə ilə nəticələnəcək? Hər halda ayı çox qəzəblənəcək və yaxud da anası bilib qəzəblənəcək. İndi bunu mətni oxuyaraq müəyyənləşdirək. Ayı və balaları. Qaragöz təəccüblə bala baxırdı. Birdən gördü ki, ayı ilə balaları gəlir. Qaragöz cəld gizləndi. Ayı dağılmış balı gördü. O bərəlmiş gözləri ilə ətrafa boylandı. Var gücü ilə bağırdı. Mənim küpümdəki balı kim dağıdıb? Yəqin bu tülkünün işidir. Axmaq tülkü, səni parça-parça edəcəyəm. Balalar dağılmış balı yeməyə başladılar. Ayı isə tülkünü axtarmağa getdi. Bunu görən Qaragöz yavaşca oradan uzaqlaşdı. Siz Qaragözün yerində olsaydınız bu vəziyyətdə nə edərdiniz? Burada ediləcək ən yaxşı hərəkət üzr istəməkdir, etiraf eləməkdir. Çünki Qaragözün üzündən tülkü təhlükəyə düşüb. Doğru yoxsa yanlış? Qaragöz anasının sözünə baxmayıb yuvasından çıxdı. Demək, bu düz idi. Ayı Qaragözü bala qonaq etmək istəyirdi. Xeyr. Qaragöz bilirdi ki, küpdə bal var. Xeyr, bilmirdi. Qaragöz küpü aşırıb balı yerə dağıtdı. Bəli. Ayı başa düşdü ki, küpü Qaragöz aşırıb. Yox, başa düşmədi. O elə bildi ki, tülkü dağıdıb. Qaragöz ayı balaları ilə bircə bal yedi. Xeyr. Ana ilə söhbət. Qaragözün anası onu yuvada gözləyirdi. O çox narahat idi. Birdən Qaragöz tənginəfəs yuvaya girdi. Anası soruşdu. Qaragöz, sən hardaydın? Axı demişdim ki, yuvadan bayıra çıxma. Balacanın qara gözləri yaşardı. O dedi. Bağışla ana, mən qoza yığmaq istədim. Anası Qaragözü qucaqlayıb öpdü və dedi. Mənim sevimli balam, sən ehtiyatlı olmalısan. Qaragöz isə kədərli halda oturub fikrə daldı. Bunu görən anası soruşdu. Qaragöz, sənə nə olub? Niyə belə fikirlisən? Qaragözü ağlamaq tutdu. O anasına ürəyini açdı. Ana, mən pis iş görmüşəm. Ayının balını dağıtmışam. O isə elə bilir ki, bunu tülkü edib. İndi gedib onu parçalayacaq. Hə, bu heç yaxşı olmadı. Tülkünü xilas etmək lazımdır. Ana ilə bala yuvadan çıxıb ayının mağarasına tərəf yollandılar. Demək, rollu oyun Qaragözün anası ilə söhbətini səhnələşdirin. Bu, sinifdə eləyəcəyiniz bir maraqlı oyundur.
Sözləri oxuyun, onları hansı zərflərə qoymaq lazımdır? Hansı sözlər heç bir zərfə uyğun gəlmir? Baxın, zərfin birində deyir ki, 5 hərfi 2 hecası olan sözlər, digərində isə 3 hərfi 2 hecası olan sözlər. Gəlin 5 hərfi 2 hecası olan sözləri qırmızı ilə işarələyək. Digərini isə mavi ilə işarələyək ki, qarışmasın. Deməli, tülkü hansına aiddir? Sayaq elə. Tülküdə 5 hərf var, 2 heca var. Demək, birinciyə gedir. Ayı, 2 hərf var ayda, 3 hərf var ayda və 2 hecalıdır. Bu, ikinci zərfə gedir. Bal heç birinə uyğun gəlmir, çünki 1 hecalıdır. Azuqə 3 hecalıdır, bu da uyğun gəlmir. Kötük 2 hecalıdır, 5 hərfi var. Demək, bu qırmızıya uyğundur. Kötük. Ana 2 hecalıdır, 3 hərfdir. Demək, bu ikinci zərfə uyğundur. Kədər 5 hərflidir və 2 hecası var. Xilas da həmçinin 5 hərflidir və 2 hecası var. Yuva 2 hecalıdır, amma 3 hərfli ya da 5 hərfli deyil, 4 hərflidir. Bu ona görə heç birinə uyğun gəlmir. Ora 2 hecalı, 3 hərflidir. Digər ikinci zərfə uyğun gəlir. Bayır 5 hərfli, 2 hecalıdır. Küp heç birinə uyğun gəlmir. Fikir birinci zərfə uyğun gəlir. Onlar birinci zərfə uyğun gəlir. 2 isə ikinci zərfə uyğun gəlir. Deməli, ikinci zərfimizdə 4 dənə söz. Birinci zərfimizdə isə sayaq 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə söz oldu. Demək, biz hecaları necə sayırdıq? Yəni, bir sözün neçə hecası olduğunu hardan bilirdik? Saitlərin sayı ilə. Məsələn, tülkü sözündə 2 sait varsa, demək ki, bu 2 hecalıdır. Bal sözündə 1 sait varsa, deməli, bu 1 hecalıdır. Zərflərdəki sözləri sayın. Hansı misal sözlərin sayı arasındakı fərqi düzgün ifadə edir? Deməli, biz dedik ki, birinci zərfi 7 dənə söz oldu. İkinci zərfdə isə 4 dənə söz oldu. İndi bizdən fərqini istəyir. 7 çıx 4 qalır 3. Siz heç səhvinizi etiraf etmisinizmi? Sizcə bu asandırmı? Bu sizin cavablandıra biləcəyiniz bir sualdır. Demək, keçək mətnin davamına. Qaragözün etirafı. Qaragözlə anası meşə ilə gedirdilər. Birdən ayının nəriltisini eşitdilər. Tez səs gələn tərəfə yönəldilər. Gördülər ki, ayı tülkünün boğazından yapışıb bağırır. Sən niyə mənim küpümü aşırmısan? Niyə balımı dağıtmısan? Tülkü and aman edirdi ki, o balı görməyib. Qaragözün anası onlara yaxınlaşıb dedi. Ayı, əl saxla, mənim balamın sənə sözü var. Qaragöz cəsarətini toplayıb dedi. Mən balı dağıtmamışam. Küpün içinə baxmaq istəyirdim. Əlim dəydi. Küp açdı. Bağışlayın, istəyirsiniz sizin üçün bal toplayım. Ayı Qaragözə baxıb güldü. Sən bir bunun boyuna bax. Mənim üçün bal toplamaq istəyir. Amma yaxşı ki boynuna aldın. Yoxsa bu yazığın boğazını üzəcəkdim. Sənin cəsarətin xoşuma gəldi. Nə vaxt istəyirsən mağarama gəl. Səni bala qonaq eləyərəm. Ayı hardan biləydi ki, sincablar bal yeyir? Ayı hardan biləydi ki, sincablar bal yemir? Demək, mətni oxuyun və mətndən Qaragözün etirafını ifadə edən cümlələri müəyyənləşdirin. Burada deyir ki, baxın, buradan başlayır, mən bal dağıtmışam deyir və üzr istəyir. Keçək. Qaragözün hərəkətlərindən çıxış edərək onun xarakterini müəyyən edin. Qaragöz küpü aşırdı. Deməli, o dəcəli idi. Qaragöz tülkünü, belə eləməyək, qarşısına yazaq.
Qaragöz küpü aşırdı. C variantı decəldir. Qaragöz tülkünü xilas etmək istədi. E, Rəhimli idi. A variantı. Qaragöz günahını boynuna aldı. Cəsarətli. Qaragözün macərası mətnini nəql edin. Bu da qruplarla işdir. Sinifdə qruplara ayrılıb eləyə biləcəyiniz bir tapşırıqdır. Dərsimiz bu qədər əziz şagirdlər. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Əgər faydalı oldusa, bəyənib abunə olmağı unutmayın.